Gülen səsini eşidir. Siz neçənci mərtəbədə idi səmin vaxt? Mən 4-dən düşürdüm. 4-dən düşürdüm. Uşağı tanıyırdınız, görmüşdünüz? Uzaqlımca işi vaxtında sözüm biraz yarım var. Qəribə apar. Nə kimi qəribə? Bir sinif yoldaş, mənim sinif yoldaşıma deyir ki, Allaha inanmır, onu çoxdan deyirdi. Ondan sonra elə bir boş-boşuna gəlib üzr istəyirdi, nə bilim məsələn. Yaxşı, biz müəllimə ilə hər hansısa bir problemi var idi. Deyəcək müəlliməsi. Yo, bildim hər hansısa problemi var idi o şagirdin. Yox, bilmirəm. Yəni nə səbəbdən imin o müəllimi güllələyib? Bilmirəm, o qədər yaxın deyilik. Amma son dövrlər qəribə sözlər danışırdı, elə mi? Nə kimi tam olaraq? Bir boş-boşuna gəlib üzr istəyir, sonra deyir ki, mən şeytana inanıram, belə bir şeylər. Şeytana inanıram? Nəsə elə. Yəni psixoloji olaraq problemləri var idi. Çox sağ olun. Müəllimi tanıyırsan? Koridorda olub da. Nahar vaxtı. Bizə də getməyin ata. Ağır yaralanmışdı. Ağır yaralanmışdı müəllimə. Belə çəkiliş olmaz axı. Müəllimi görmüsünüz? Ay, neynirlər o? Uşağı yaparsın, qardaş. Ay uşaqlar, hara arxaya gedirsiniz?